Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər və müəllim olmağa hazırlaşan müqçilər. Bugün mən sizə Time 2024 kitabından təhsil alanın, təhsil verənin və valideynin hüquq və vəzifələrindən danışmaq istəyirəm. İlk öncə gəlin baxaq görək hüquq nədir, vəzifə nədir? Bunları bir-birinə necə seçməliyik? Hüquq o fəaliyyətlərdir ki, o davranışlardır ki, biz onları etmək məcburiyyətində deyilik. Bu bizim hüququmuzdur. İstəsək edərik, istəsək etmərik. Yəni məcburiyyətimiz deyil. Və nələrsə tələb etməyi bacarırıqsa, tələb etmək kimi bir ixtiyarımız varsa, bunlar da bizim hüquqlarımızdır. Vəzifələrimiz isə bizim məcburiyyətimizdir. Yəni biz onları etməliyik, boynumuzun borcudur. Yəni bunu bu cür seçin. Nələr ki sərbəstlik etməyə, bu bizim hüquqlarımızdır. Nələr ki məcburuq etməyə, bu bizim vəzifələrimizdir. Bir şeydə nəzərinizə çatdırım ki, həm MİQ imtahanına, həm də sertifikasiya imtahanına bir sual hüquq və vəzifələrdən %100 düşür. Ona görə də bu mövzuya xüsusi diqqətli yanaşmaq lazımdır. Ümumiyyətlə, hüquqlarımızı bilməliyik. Mən düşünürəm ki, hüquqlarımızı bilməliyik, vəzifələrimizi bilməliyik və hər birinin də yerinə yetirməliyik. Ümumiyyətlə, vəzifələrimizi yerinə yetirsək, hüquqlarımızı da tələb etmək məcburiyyətində qalmarıq. Deməli, bizim hüquq və vəzifələrimiz təhsil qanunu ilə tənzimlənir. Təhsil qanununun 22-ci maddəsi təhsil alanın hüquq və vəzifəsindən danışır. Təhsil alan deyəndə ki, söhbət kimdən gedir? Söhbət əlbəttə ki, şagirddən gedir. Gəlin görək, təhsil alanın hansı hüquqları vardır? Həyatı üçün təhlükəsiz, mənəvi psixoloji cəhətdən sağlam, pedaqoji mühitdə dövlət tərəfindən dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Bəli, bu şagirdin hüququdur ki, keyfiyyətli təhsil alsın, psixoloji cəhətdən sağlam mühitdə olsun, dəstəkləyici mühitdə olsun və sağlamlığı üçün təhlükəsiz mühitdə olsun. Təhsil müəssisəsini, tədrisin dilini, xarici dili, tam orta təhsil səviyyəsini, təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək. Bayaq dedim ki, sərbəst sözü varsa, demək ki, bu bizim nəyimizdir, hüququmuzdur. Təhsil müəssisəsini valideyn ilə bir yerdə şagird seçir, yəni onun hüququdur. Tədrisin dilini, yəni istəyər Rus sektoruna gedər, istəyər Azərbaycan sektoruna gedər, tədrisin dilini, yəni şöbəsini özü seçir. Xarici dili, bu nə deməkdir xarici dili? Bəzi məktəblərdə 4 xarici dil tədris olunur. O zaman onun ikisini şagirdin seçmək kimi bir hüququ var. Dərsdən kənar məşğələləri, təmayülü, təhsilin təmayülünü, bilirsiniz ki, təmayülü sinifləri şagird özü seçir. İstəsə, məsəl üçün, texniki fənlərə gedər, istəsə dəqiq fənlərə gedər, istəsə humanitar fənlər təmayülündə oxuyar və s. Sonra, dövlət tərəfindən, dövlət məktəblərində vəsaitlərlə təmin olunmaq. Bu, bələdiyyə məktəblərdə yazıb, amma bizim respublikada bələdiyyə məktəbləri mən rastlaşmamışam, bəlkə də var, mən görməmişəm bələdiyyə məktəbləri. Sonra, deməli, dərsdən sonra özü istədiyi bir yerə gedib, orada təhsilini artıra bilər, kurslarda, müəyyən dərnəklərdə iştirak edə bilər, yəni onun hüququdur, biz ona heç bir şey deyə bilmərik. Qiymətləndirilməsini yenidən tələb etmək. Bax, bu hüquq, bu da şagirdin hüququdur. Tutaq ki, şagird düşünür ki, onun qiymətləndirilməsi qərəzli şəkildə həyata keçirilib. Adətən müəllimlər belə bir şey etmirlər, amma şagirddir, ola bilsin qərəzlilik də ola bilər və şagird nə edə bilər? Qiymətləndirilməsini yenidən tələb edə bilər. Yəni, o müəyyən olunmuş xüsusi qaydaları var, yaxınlaşır məktəb rəhbərliyinə, məktəb rəhbərliyi də təyin edir ki, qiymətləndirmə yenidən keçirilməlidir. Başqa fən müəllimi tərəfindən, yəni həmin fəndə, amma başqa müəllim tərəfindən yenidən qiymətləndirilməsini aparılır. Təhsil prosesinin təşkilində idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək. Burada bəzən müəllimlər elə başa düşür ki, deyir ki, şagird məktəbi idarə eləməlidir. Xeyr, söhbət bundan getmir. Sinif nümayəndəsi şəklində, hər hansı məktəb assosiasiyası, məktəb birlikləri şəklində məktəbin idarə olunmasında müəyyən bir fəallıqları ola bilər. Öz fikirlərini, təkliflərini sərbəst deyə bilərlər. Şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi, psixoloji zorakılıq hallarından müdafiə olunmaq şagirdin hüququdur ki, onlar müdafiə olunsun. Onları müdafiə edən də bəs biz müəllimlərik. Psixoloji yardım almaq, yəni heç bir ödənişsiz psixoloji yardım almaq, məktəbin maddi texniki bazasından, infrastrukturundan istifadə etmək şagirdin hüququdur. Müəyyən tədbirlərdə, bilik yarışlarında, olimpiyadalarda,
İştirak etmək şagirdin hüququdur. İstəyər iştirak edər, istəyər iştirak etməz. Ümumiyyətlə, ümumi təhsil müəssisələri şagirdin təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilməzdir. Bu müəssisələr də bunu etməməlidir. Bunlar oldu şagirdin hüquqları. Keçdik indi təhsil alanın vəzifələrinə. Təhsil alanların vəzifələri hansılardır? Təhsil alanlar üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək, yəni davamlı dərsə gəlmək, deməli, evə verilmiş tapşırıqları keyfiyyətlə yerinə yetirmək, dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, təhsil müəssisəsinin daxili nizam-intizam qaydasına əməl etmək. Ümumiyyətlə, təhsil müəssisəsinin daxili nizam-intizam qaydasına əməl etmək həm təhsil verənin, həm təhsil alanın, həm də valideynin vəzifəsidir. Mütləqdir ki, bunu neynəsin, etsin. Cəmiyyət, dövlət və ailəsi eyni zamanda özü qarşısında məsuliyyətini dərk etmək, pedaqoji işçilərə, bütün məktəbin digər işçilərinə hörmətlə yanaşmaq, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq şagirdin nəyidir? Vəzifəsidir. Eyni zamanda burada iki dənə nüans var ki, bunu bəzən müəllimlər elə bilir ki, bu hüquqdur, xeyr, bu vəzifədir. Sinif yoldaşları ilə əməkdaşlıq etmək, məktəb yoldaşları ilə əməkdaşlıq etmək şagirdin vəzifəsidir. Yəni, o deyə bilməz ki, mən filan kəs xoşlamıram, bəhmən kəs xoşlamıram, əməkdaşlıq etmək, çünki bu ümumi təhsildir. Ümumi təhsildə hər kəs bir-birinə konfirmasiya getməlidir, hər kəs bir-birinə dil tapmağa çalışmalıdır. Bir də sağlam həyat tərzi keçirtmək. Bəzən bunu da müəllimlər elə bilir ki, bu hüquqdur. Bu sağlamlıq hüququ başqa şeydir. Sağlam yaşamaq hüququ var insanların. O, ümumiyyətlə, səhiyyə ilə bağlı bir məsələdir, təhsillə bağlı bir məsələ deyil. Amma sağlam həyat tərzi keçirtmək, o deməkdir ki, şagird gigiyenik qaydalara əməl etməlidir. Şagird, ümumiyyətlə, viruslardan qorumalıdır özünü ki, çünki o ümumi bir müəssisədə təhsil alır. Onun, deməli, ümumi müəssisədə təhsil alır. Onun xəstələnməsi böyük bir cəmiyyətə neynəyə bilər? Keçə bilər, yoluxa bilər. Ona görə də sağlam həyat tərzi keçirtməlidir. Deməli, təhsil qanununun maddə 23-də tənzimlənir təhsil verənin hüquq və vəzifələri, yəni müəllimin hüquq və vəzifələri. Gəlin birinci hüquqlarımızdan danışaq. Bir şeyi nəzərinizə çatdırım ki, müəllimin cəmi 5-6 dənə hüququ var, amma 15 dənədən çox müəllimin vəzifəsi var. Birinci hüquqlarımızdan danışaq. Çünki müəllimin məsuliyyəti böyükdür. Müəllim cəmiyyətə insan yetişdirir, insan faktoru yetişdirir, bir şəxsiyyət yetişdirir. Ona görə də müəllimin vəzifəsi daha çoxdur. Təhlükəsiz və normal təhsil şəraiti ilə təmin olunmaq bu bizim hüququmuzdur. Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində idarə olunmasına iştirak etmək, təkliflər irəli sürmək, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, təhsilin forma, metod, vasitələrini sərbəst seçmək. Bu nə deməkdir? Yəni, mən sinifdə gündəlik planlamamda təhsili hansı metodla keçəcəm, hansı vasitələrdən istifadə edəcəm, bunu sərbəstəm seçməyə, hansı iş üsulundan istifadə edəcəm və s. Burada sərbəstəm. Metodik vəsaitlərlə təmin olunmaq, bu da bizim hüququmuzdur. İxtisasımızı artırmaq yox. Baxın, ixtisasımızı artırmaq vəzifədir. Yeni ixtisas almaq, bu məsələdə diqqətli olun. Baxın, yeni ixtisas almaqdan söhbət gedir. Yeni ixtisas almaq və elmi dərəcəmizi artırmaq bizim hüququmuzdur. Baxın, yeni ixtisas almaq, elmi dərəcəmizi artırmaq bizim nədir? Hüququmuzdur. Mükafatlandırmaq, tərtib olunmaq. Məsələn, məktəb üçün bir layihə işində iştirak etmişiksə, məktəb tədbirlərinin birində aktiv olmuşuqsa, mükafatlandırılmaq bizim hüququmuzdur. Eyni zamanda təhsil müəssisəsində vəzifə tutmaq, seçkili orqanlara seçmək və seçilmək müəllimin nəyidir? Hüququdur. Seçkili orqanlar deyəndə bilirsiniz ki, burada söhbət bələdiyyə seçkilərindən və Milli Məclisə deputat seçkilərindən gedir. Müəllim pedaqoji işçilərə sərbəstdir ki, seçkili orqanlarda seçilsin və seçsin, namizədliyini irəli sürsün. Bunlar bizim hüquqlarımızdır. İndi keçdik vəzifələrimizə. Vəzifələrimiz nələrdən ibarətdir, müəllimlər? İlk növbədə vəzifəmiz Azərbaycan Respublikasının təhsil haqqında qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırmadan keçmək. Bu bizim nəyimizdir? Vəzifəmizdir. Yəni, hər bir müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Yeni işə daxil olan müəllimlərə isə bu 3 il müddətinə azaddılar.
3 ildən sonra getməlidirlər və 3 dəfə sertifikasiyadan keçmək vacibdir. 3 dəfə sertifikasiyadan keçən müəllimlər artıq sertifikasiyadan tamamilə azad olunurlar. Sertifikasiyadan 1-ci il keçməyən müəllimlər 1 il müddətinə iş yeri saxlanılmaqla onlara şans verilir. 1 ildən sonra keçməyən müəllimlərin isə işinə xitam verilir. Ümumiyyətlə, işinə xitam verilmiş müəllim yenidən pedaqoji fəaliyyətlə məşğul ola bilərmi? Bəli, əlbəttə ki, MİQ imtahanlarında iştirak edərək yenidən pedaqoji fəaliyyətlə məşğul ola bilər. Yəni, bu heç bir, belə deyək, qadağa yoxdur. Sonra, sertifikasiyadan kimlər azaddılar? Sosial məzuniyyətdə olanlar, analıq məzuniyyətində olanlar azaddılar demək olmaz. Yəni, həmin vaxt azaddılar. Amma qayıtdıqdan sonra növbəti məzuniyyətə çıxanda yenidən neynirlər? Sertifikasiyaya gedirlər. Tək atalar sertifikasiyadan azaddır. Bir də 60 yaşına çatmış müəllimlərdə artıq könüllülük prinsipidir. Yəni, istəsələr sertifikasiyaya girərlər, istəsələr girməzlər. Yerdə qalan heç kəsdə sertifikasiyada güzəştlər nəzərə alınmır. Sonra, kurikulumun dərsi kurikulumda keçmək və proqramın mənimsəməsini təmin etmək, keyfiyyətli təhsil vermək. İxtisasını artırmaq. Bayaq nə demişdik? Əlavə ixtisas almaq. Amma burada öz ixtisasını artırmaq. Bilirsiniz ki, əvvəllər daha çox idi belə bir şeylər. İxtisas artırmaq kurslarına göndərirdilər bizi. İxtisasımızda olan yeniliklərlə məlumatlanmaq üçün və s. İxtisasımızı artırmaq, qabaqcıl pedaqoji təcrübələr, müasir interaktiv təlim metodları, innovasiyaları öyrənmək və tətbiq etmək bizim vəzifəmizdir. Ona görə də biz kurikulum dərsində verilən nəzəriyyələrdir, pedaqoji təcrübələrdir, interaktiv təlim metodlarıdır. Bunların hamısını bilməliyik ki, bunları neyniyək? Tətbiq eləyək. Bayaq demişdik, ümumiyyətlə, təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları həm təhsil alan, həm təhsil verən, həm də valideynlərin hüquqları hesab olunur. Sonra, eyni zamanda müəllimin vəzifələrindən biri də şagirdlərdə vətənpərvərlik, Azərbaycan Respublikasına, Respublikanın müstəqilliyinə, konstitusiyasına, qanunlarına, dövlət rəmzlərinə, xalqımızın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, dilinə, adət-ənənələrinə, dəyərlərinə, ümumbəşəri və ətraf mühitə hörmət və qayğı hissi aşılamaq müəllimin vəzifəsidir. Eyni zamanda müəllim şagirdləri fəal vətəndaş mövqeyində yetişdirməli, onlarda vətənpərvərlik, Azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq bizim vəzifəmizdir. Etik davranış qaydalarına, pedaqoji etika, əxlaq normalarına riayət etmək müəllimin vəzifəsidir. Eyni zamanda müəllim borcludur ki, müəllim öz nüfuzunu yüksək tutsun, ziyalılıq nümunəsi göstərsin, təhsil alanların, yəni şagirdlərin şərəf və ləyaqətinə hörmətlə yanaşsın. Eyni zamanda təhsil alanları fiziki, psixoloji və bütün deməli zorakılıqdan qorumaq da müəllimin vəzifəsi hesab olunur. Müəllim şagirdləri, təhsil alanları fiziki, psixi zorakılığın bütün formalarından qorumalıdır. Zərərli vərdişləri varsa, biz bunu müəyyənləşdirmişiksə, şagirdləri bu zərərli vərdişlərdən çəkindirməliyik və s. Bundan əlavə məşğələlər keçmək. Bax, bu bir qırmızı çizgidir. Bunu bəzən biz bilmirdik. Yəni, mən özüm də əvvəl elə bilirdim ki, əlavə məşğələlər könüllüdür. Amma əlavə məşğələlər keçmək, sinifdən xaric və məktəbdən kənar tədbirlər, yəni ekskursiyalar müəllimin vəzifəsidir. Müəllim bunu etmək məcburiyyətindədir. Valideynlərlə əməkdaşlıq etmək, valideynləri mütəmadi olaraq şagirdlərin təlim nailiyyətlərinə məlumatlandırmaq, məktəb rəhbərliyi, məktəbin psixoloqu, bütün həmkarları, yəni müəllim yoldaşları ilə bağlı məsləhətləşmələr aparmaq, əməkdaşlıq etmək və s. Bəzən olur ki, müəllimlər bir-birlərlə danışmırlar deyə bu əməkdaşlığı kəsirlər. Lakin bu işgüzar əməkdaşlıqdır və bu işgüzar əməkdaşlıq məcburiyyətdir. Məktəb rəhbərliyi, bayaq dedim və s. həmişə əməkdaşlıq etmək müəllimin nələridir? Vəzifələridir. Deməli, müəllimin vəzifələri də təhsil qanununun 23-cü maddəsi ilə tənzimlənirdi. Keçdik təhsil qanununun 24-cü maddəsinə. Burada tənzimlənir valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri. Bilirik ki, valideyndən məhrum olunmuş şagirdlər digər qohumları tərəfindən qəyyumluğa götürürlər. Buna deyirik qanuni nümayəndə. Bu, nənə-baba da ola bilər, bibi xala da ola bilər, qıraq bir adam da ola bilər. Fərqi yoxdur, onlar da valideynlə eyni hüquq və vəzifələr neynirlər, daşıyırlar. Ümumi təhsil sahəsində valideynlərin mən deyərdim ki, hüquqları çox önəmlidir. Niyə? Çünki
hüquq və vəzifələr çox önəmlidir. Çünki valideyn, müəllim, şagird deyilən bir təhsil üçbucağı var və bu təhsil üçbucağını hər kəs vəzifəsinə düşən məsələləri yerinə yetirərsə, bu şagirdin akademik göstəriciləri nə olar? Daha yaxşı olar. Bunu mən demirəm, bunu elm sübut eləyib ki, bu cür uşaqların akademik göstəriciləri daha yaxşı olur, nəinki valideyn maraqlanmayan uşaqların. Yetkinlik deməli, yaşına çatmayan övladlarını təlim-tərbiyə müəssisələrindən təmin etmək. Yəni ki, hüququdur. Təmin etmək deməyək, təmin etmək biraz vəzifə kimi çıxır. Müəllim, valideyn hüququdur ki, təlim-tərbiyə müəssisəsini evladları üçün özü tapsın. Çünki evlad onun himayəsindədir və o nə edə bilər? İstədiyi, deməli, məktəbi seçə bilər. Nədir mənim bu lövhədən çəkdiyim? Allahım, sən özün mənə kömək ol, ya Rəbbim. Aha, istəyirəm yaxınlaşdıram ki, siz də oxuya biləsiniz. Amma yaxınlaşdırmaq istəyirəm, uzaqlaşır. Sonra, təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, evladlarının dərsə davamiyyəti, təhsilə marağı davranışı haqqında məlumat almaq. Bəli, valideyn hüququdur ki, maraqlansın ki, məktəbdə dərslər keçirilirmi, boş keçmir ki, yəni bu təşkili də, yəni təhsil prosesinin təşkilində söhbət ondan gedir. Necə keçilir, keyfiyyətli mi keçilir, bəlkə elə müəllim var, gəlir, elə söhbət edir, çıxır, gedir. Bundan maraqlanmalıdır, məlumat almalıdır, evladın dərsə davamiyyəti. Bəlkə uşaq evdən çıxır, heç başqa yerə gedir, məktəbə gəlmir, valideyn bundan maraqlanmalıdır, bəli, bu bunun hüququdur. Əgər valideyn gəlibsə ki, uşağı ilə maraqlanmağa, biz ona məlumat vermiriksə, bu valideyn hüququnun tapdalanması hesab olunur. Təbii ki, burada bəzi istisna hallar var. Mən dərsdəyəmsə, dərsimdən çıxıb valideynə məlumat verməli deyiləm. Valideyn mənim boş vaxtlarımda, yəni vaxtım olan müddətdə gəlməlidir. Sonra, təhsil alanların hüquqlarını müdafiə etmək. Uşaqlar azyaşlı olduğuna görə onların hüquqlarının müdafiəsini adətən valideynləri eləyirlər. Bəli, bu da onların hüquqlarıdır. Təhsil müəssisəsi ilə, deməli, əməkdaşlıq etmək, eyni zamanda tədrisin təkmilləşdirilməsi üçün, maddi texniki bazanın yaxşılaşdırılması üçün könüllü yardımlar etmək. Bu nə deməkdir? Yəni, məcburi şəkildə yox, valideyn özü könüllü şəkildə məktəbə hansısa bir maddi yardımda bulunmaq istəyirsə, söhbət burada puldan getmir. Yəni, bir lövhə almaq istəyir, məsəl üçün, tutaq ki, printer almaq istəyir, nəsə bir iş görmək istəyir, özü könüllü istəyir bunu. Bəli, bu onun hüququdur, edə bilər. Keçdik, deməli, valideynin vəzifələrinə. Bayaq nə demişdik? Təhsil müəssisəsinin nizam-intizam qaydalarına əməl etmək həm valideynin, həm müəllimin, həm də şagirdin vəzifəsidir. Bəli, elədir. Ona görə də, onu bir daha da, yəni təzədən deməyə ehtiyac məncə yoxdur. Bəli, bu valideynin nə idi? Vəzifəsidir. Digər vəzifəsi, övladlarının erkən yaşlarında fiziki və intellektual inkişafına şərait yaratmaq. Yəni, valideyn var ki, uşağınla maraqlanmır, uşağı heç adi bir qələm tanımır, nə bilim, bağçaya qoymur və s. Uşağı ilə məşğul olmur, uşağın intellektual və zəkasının, belə deyək, fiziki inkişafına şərait yaratmır. Bu, onun vəzifəsidir. Eyni zamanda icbari orta təhsil almasına təmin etmək. Çünki biz dedik ki, məktəb nədir? Məcburidir 9-cu sinifə qədər. Ona görə də valideyn etməlidir? Uşağını məktəbə gətirməlidir. Eyni zamanda müəllim kimi valideynin də hüququdur ki, evladını Azərbaycançılıq ruhunda böyütsün, vətənpərvərlik, Azərbaycan Respublikasının qanunlarına, konstitusiyasına, tarixinə, dininə hörmət aşılasın. Eyni zamanda humanistlik, vətənpərvərlik, əməksevərlik və s. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin, bayaq dedik, nizam-intizam qaydasına riayət etmək, işgüzar nüfuzunu qorumaq. Ümumiyyətlə, burada iki başlı məsələ oldu. Məktəb kollektivi ilə əməkdaşlıq etmək iki dənə oldu, düzdürmü? Birində təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Yəni, nə mənada? Yəni, müəssisə olaraq əməkdaşlıq edir, könüllü yardımlar bulunur. Bu, o mənadadır. Bir də ki, özü maraqlanır şagirdin davranışı ilə, təhsilə marağı ilə. Bu, başqa. Bu, burada hüquqdur. Amma evladı ilə ümumiyyətlə maraqlanmırsa, biz onu dəfələrlə çağırıq gəlmirsə, bu artıq burada nədir? Vəzifəsinin pozulması hesab olunur. Ümumiyyətlə, evladın təhsildən yayındıran valideynlər isə qanuna müvafiq olaraq məsuliyyət daşıyırlar. Yəni, evladını icbari təhsildən nə etmək olmaz? Yayındırmaq olmaz. Burada sertifikatlaşmadan danışır. Yəni, sertifikatlaşmadan danışır ki, bu haqda bayaq məlumat verdim. Bir il işi saxlanılır, sonra yenidən verir sertifikasiya. Vəssalam, burada elə bir şey yoxdur. Aha.
Bu qədər. Dərsimiz bu qədər. Çalışıram ki, vacib məsələləri sizin diqqətinizə çatdırım. Niyə? Çünki çox uzun-uzadı yormaq, uzun-uzadı nəsə deməyə ehtiyac yoxdur. Yük və vəzifələri seçmək o qədər də çətin deyil. Nə sualınız olarsa yük və vəzifələrlə bağlı rəy bölməsində yazın. Bacardığım qədər çalışacağım ki, sizləri cavablandırım. Diqqətinizə görə təşəkkür edirəm.